Daha çox gələn suallardan biri budur ki, pulsuz şəkildə bizə sıfırdan sosial şəbəkədə hesab qurmağı öyrədin və bizlərə bunu göstərin. Və mən də düşündüm ki, artıq bunun vaxtı gəlib ki, sizlərlə bu məlumatları bölüşüm. Amma ən əsası kanalı izləməyi və dostlarınızla bu videoları paylaşmağı da unutmayın. İlk öncə Instagramdan başlayaq. Çünki Instagramda daha genişdir və günümüzdə Instagram Azərbaycanda daha çox istifadə edilir. Burada ilk başlamalı olduğumuz məsələ nickname-dir. Siz burada da kənarda da görəcəksiniz. Nickname niyə lazımdır? Bütün sosial şəbəkələrdə ilk öncə biz araşdırmalıyıq ki, bizim səhifənin adı bütün sosial şəbəkələrdə eyni olsun. Şəxs olaraq da, şirkət olaraq da qurduğumuz brenddə nickname çox önəmlidir ki, Google-da axtarış verəndə bu nickname-lər bizi önə çıxardacaq. İndi burada görəcəksiniz, mənim ad və soyadımda olan şəxsi bloqumda və Bpozitivdə, Facebookda, Instagramda, TikTokda, YouTube'da, bütün sosial şəbəkələrdə eynidir. Və bu insanlar üçün əlçatandır ki, məni rahat şəkildə tapa bilirlər və bir növdə alqoritmə kömək edir ki, SEO araşdırmalarda Google-da mənim adımı axtarışa verəndə rahat şəkildə sosial şəbəkələrimi tapa bilirlər və bu bizim üçün çox önəmlidir. Daha sonra isə ad hissəsi gəlir. Ad hissəsi isə o da bütün sosial şəbəkələrdə eyni olmalıdır. Məsələn, mən Azərbaycanda yaşadığım üçün Ələmdar Manafov öz ad və soyadımı istifadə edirəm. İstisna ola bilər, sizdən bu suallar gəlir ki, əgər biz xaricdə yaşayırıqsa, Avropada, o zaman siz ingilis dilində etməlisiniz. Amma ilk öncə bu Azərbaycan ilə istifadə etdiyiniz səhifədən əlavə bir səhifə açmalısınız. İngilis dilində olmalı ki, paylaşımlar ingilis dilində olsun. Çünki orada toplanan auditoriya ingilis dilində başa düşür və siz bütün kontentləri, paylaşımları, ad və soyadınız, bio hissəniz hamısı ingilis dilində olmalıdır. Amma Azərbaycanda yaşayırsınızsa və auditoriyanız Azərbaycanlıdırsa, çalışmalısınız ki, ad və soyadınız Azərbaycan dilində olsun. Daha sonra isə bio hissəsi, bio, yəni haqqında bir məlumat hissəsi var. Bu da çalışmalıdır ki, bütün sosial şəbəkələrdə eyni olsun ki, qısa bir məlumat olsun və mən bunu hər zaman qeyd edirəm ki, CV-nizdə olan məlumatları qısa şəkildə yazmalısınız. Məsələn, mən yazıram ki, 8 illik marketinq mütəxəssisi və yaxud siz yaza bilərsiniz psixoloq. Daha sonra isə burada rəqəmlər qeyd etməliyik. Çünki insanlar bizə rəqəmlərlə daha belə deyək, bağ qura bilirik insanlarla. Məsələn, mən yazıram 8 il və 500-dən çox təlim və daha sonra seminarlarım, müştərilərim. Bu rəqəmlər artıq insanlara güvən ötürmüş olur. Və çox zamanda insanlar soruşur ki, bioda neçə cümlə olsun? Hər zaman 3 olmalıdır. Çünki 3-dən çox olanda burada kənarda gördüyünüz kimi daha ətraflı bölməsi gəlir. Yəni daha çox məlumat əldə etmək. Ona görə bizə lazımdır ki, 3 cümlə olsun. Nə iş görürsünüz mütəxəssis olaraq? Peşəniz nədir? Daha sonra isə gördüyünüz işlərin sayı, yəni 500 plus təlim, 1000 plus təlim və aşağıda bir sloqan yaza bilərsiniz. Məsələn, mən deyirəm ki, bir gün hər kəs Bpozitiv deyəcək. Sizdə də bir sloqan ola bilər ki, həm şirkət, həm şəxs olaraq müəyyən məlumatlar bioda görünsün. Daha sonra isə burada əlaqə bölməsi gəlir və çalışmalısınız ki, şəxs və şirkət olaraq burada e-mail adresiniz, WhatsApp nömrəniz və əlaqə nömrəniz qeyd olunsun. Çünki insanlar müxtəlifdir və mən bunu təlimləri reklama verəndə çox qarşılaşıram ki, insanlar var ki, Instagramda yazmaq istəyir, istəmir nömrəsini siz biləsiniz və yaxud insanlar birbaşa zəng etmək istəyir, səsinizi dinləmək istəyir. İnsan da var ki, WhatsAppdan artıq sizə yazır və geri dönüş əldə etmək istəyir. Burada kiçik bir haşiyədən çıxım ki, burada qeyd edəcəyiniz WhatsApp nömrə çalışın biznes nömrəsi olsun. Çünki biznes olmayanda qəbul edilmir və reklam verəndə də siz reklam verə bilmirsiniz. Çalışın WhatsApp biznes nömrəsi olsun. Çünki siz şəxs olaraq da və şirkət olaraq da işlətdiyiniz profil fərqli olur. Və ən əsas məsələ biz insanların düşüncələrinə görə çalışmalıyıq ki, əlaqə vasitələrimizin hamısı burada olsun. İnsanlar həm WhatsApp, həm zəng edərək, həm də e-mail vasitəsilə sizinlə əlaqə saxlasın. Daha sonrası burada hekayə arxiv bölməsi var. Digər sosial şəbəkələrdə biz bununla rastlaşmırıq. Amma Instagramda bu nə üçündür? Burada çalışmalıyıq ki, şəxs və şirkət olaraq haqqında bölməsi ilk öncə olsun ki, biz nə iş görürük? Bunu həm şəkillər ilə və yaxud həm də reels şəklində paylaşa bilərsiniz ki, insanlar məlumatlı olsun ki, bu şəxs və yaxud şirkət kimdir, nə vaxt yaranıb, haqqında bir bölməsi olsun. Daha sonra isə olaraq hər sahəyə görə dəyişir. Orada artıq xidmətləriniz ola bilər, müştərilərdən geri dönüşlər ola bilər və bu bölmələr 5-6
bölmə ola bilər. Və bu da əlbəttə yenə də sahələrə görə dəyişir. Buna da diqqət etmək çox vacibdir. Daha sonra isə burada pinlənmiş reelslər və şirkət və yaxud şəxs haqqında reelslər olmalı ki, insanlar buradan reelslər şəklinə baxa bilsinlər ki, bu şirkət nə iş görür, xidmətlər və yaxud haqqında bir reelslər edə bilərsiniz ki, insanlar ilk öncə buraya daxil ola bilsinlər. Bu mövzumuz qısa oldu, çünki sıfırdan Instagram səhifəsi necə qurulmalıdır, bunun haqqında danışdıq. İstəyirəm növbəti podkastlarda artıq sizlər üçün reelslərin çəkilməsi qaydası ilə bağlı və ümumən səhifənin inkişaf etməsi ilə bağlı paylaşım edim. Amma ilk öncə siz səhifəni izləməlisiniz, abunə olmalısınız və bəyənib dostlarınızla paylaşın. Və ən əsası suallarınız varsa, rəydə sualları yazın ki, növbəti podkastlarda bu mövzularda olsun.